O hadisənin görüntüləri sanki təkrar-təkrar baş verir. Qoxular, səslər və ya səhnələr keçmişi geri gətirir. Kabuslar, gecə tərləmələri, travmanı xatırladan insanlardan, yerlərdən və ya mövzulardan uzaq durmaq, duyğuların donması, heç nə hiss etmirəm, heç kəsi sevmirəm düşüncəsi, maraqsızlıq və ümidsizlik, ani qorxmalar, yüksək əsəbilik, daimi təhlükədəymiş kimi hiss etmək, yuxu pozuntusu, konsentrasiyanın çətinliyi, özünü günahlandırma, ona görə baş verdi, mən bacarmadım, mənə görə oldu kimi düşüncələr, dünya və insanlar haqqında neqativ fikirlər, dəyərsizlik, özünə qarşı nifrət və s. sadaldığım əlamətlər posttravmatik stres pozuntusunun əlamətləridir. Posttravmatik stres pozuntusu insanın yaşadığı təhlükəli, qorxulu, sarsıdıcı bir hadisədən sonra ortaya çıxan ciddi psixoloji pozuntudur. Ən çox travma yaradan hadisələr isə qəzalar, təbii fəlakətlər, müharibə və hərbi xidmət travmaları, sevdiyi birinin qəfil ölümü, ailə içi zorakılıq, cinsi zorakılıq və s.dir.